Lada Vaz 2106 küçənin sakit gücü. 1976-cı ildə konveyerdən düşən bu model əslində Fiat 124 platformasının Sovet interpretasiyası idi. Amma 2106 artıq öz xarakterini yaratmışdı. Daha güclü mühərrik, daha sərt görünüş, daha ağır duruş. Texniki bazasında mühərrik 1.3 və 1.6 4 silindrli Vaz 2106 indeksi, təxminən 70-75 at gücü, karbürator sistemi, 4 pilləli mexaniki sürətlər qutusu, arxa ötürücülü 0-dan 100-ə sürətlənməsi təxminən 16-17.5 saniyə. O dövr üçün 1.6 motor ciddi üstünlük idi. 2101 və 2103 ilə müqayisədə dartımı daha dolu, səsi daha kobud idi. Diferensialı sərt idi, yüklənməyə dözümlü idi. Buna görə də kənd yollarında və çətin şəraitdə test sıradan çıxmırdı. Niyə bu qədər məşhur oldu? Ehtiyat hissələri ucuz və əlçatan, konstruktor kimi quruluş ustalar üçün rahat idi. Askı sistemi sadə və davamlı. 2106 şəhərdə prestij sayılırdı. Xüsusilə xrom radiator barmaqlığı və ikili far dizaynı onu 2101-dən fərqləndirirdi. Zəif tərəfləri korroziya meyilli kuzov vardı. Təhlükəsizlik səviyyəsi aşağı idi. Yanacaq sərfiyyatı müasir standartlara görə yüksək idi. Şəhər daxili təxminən 10.5-11 litr, trassa 7.5-8.5 litr, qarışıq isə 9.5 litr.